Salam, hər vaxtınız xeyir olsun dəyərli şagirdlər. Biz bugün 7-ci sinif mövzusu olan iki dəyişənli xətti tənklər sisteminin əvəz etmə üsulu ilə həlli mövzusuna baxacaq uşaqlar. Mövzuya keçməzdən əvvəl bir məlumatı xatırlatmaq istəyirdim ki, bu kanalda siniflər üzrə həm mövzuların izahları, həm də orta məktəb dərsindəki sualların izahları paylaşılır. Əgər sizlər də bunlardan xəbərdar olmaq istəyirsinizsə, kanala abunə olmağı unutmayın uşaqlar. İndi uşaqlar biz əvəz etmə üsulunu x-in y-dan əvəzi, y-in x-dan əvəz etməyi iki dəyişənli tənlik mövzusundan bilirdik uşaqlar. Burada biz bunlardan istifadə edərək, buna biz indi əvəz edərək bir məhsula gətirib tənlikləri həll etməyə çalışacağıq. Məsələn, gəlin biz burada təbii ki, suallara baxaq uşaqlar. Birinci sualda, yəni burada elə yeni bir qayda nədir? Sadəcə tənlik kimi həll etməmiz lazım. Baxın, deyir ki, verilmiş iki dəyişən xətti tənliklərdə x dəyişəni y-ı əvəz elə. Məsələn, baxın, mən buradan x-i tapmalıyım. Bizə veribdir ki, uşaqlar, bizə verib 5x çıxılsın y bərabər 12-dir. Mən buradan x-i tapmalıyım. X-i y əvəz elə. Ona mən 5x bərabərdir. Y üstə gəlsin 15 olacaqmı? Burada mən x-i tapmaqdan hər tərəfini nə etməliyəm uşaqlar? 5-ə bölməliyəm, elə deyilmi? X bərabərdir 5-də 1 vurulsun y üstə gəlsin 3 şəklində. Baxın uşaqlar, x y-ə bərabər oldu. Bax, x-i y-dan əvəz elədim. Və yaxud da B variantına baxsaq, B variantında da eyni qaydada mən məsələ tapmaq istəsəm, x üstə gəlsin 7y bərabərdir mənfi 9. Buradan x-i tapmaq istəsəm, mənfi 7y çıxılsın 9 şəklində olacaq. Baxın uşaqlar, bu şəkildə olmalıdır. Sonra, məsələn, C variantında da baxın, yenə eyni xassələrdən istifadə edəcək. Buradan mən 8x-i tapmaq üçün 15y üstə gəlsin 10 eləyəcək. Çünki bu mənfidir, müsbətə çevriləcək. Buradan hər tərəfini 8-ə bölməliyik uşaqlar, elə deyilmi? Buradan x də bərabərdir. 8-də 15y üstə gəlinsin 8-də 10 şəklini alacaq uşaqlar. Sonra D variantında da uşaqlar, yenə baxın, eyni qaydalardan istifadə edib biz bunu x-i tapmalıyıq. Mənfi 3x bərabərdir yazmalıyam. Mənfi 5y üstə gəlinsin 3 olacaq. Hər tərəfini mənfi 3-ə böldüyüm zaman, mənfi 3-ə bölsəm uşaqlar, burada x bərabərdir 3-də 5 vurulsun y çıxılsın 1 şəklində olacaq uşaqlar. İndi bizə nə deyir? Deyir ki, hər tərəfdə hansı dəyişənin digəri əvəz edilməsini daha əlverişli olduğunu izah edim, cavabınıza səsləndiririm. Baxın uşaqlar, biz indi nə daha asandır? Məsələn, baxın uşaqlar, burada mən x-i y-dan əvəz etməyim daha asandır. Niyə? Çünki x-in əmsalı yoxdur. Və yaxud da burada y-ı əvəz etməyim daha yaxşı olar da, elə deyilmi? Məsələn, uşaqlar, baxın, indi sənədir ki, bu birinci sənə elədi. İkinci sənədir ki, y-ı x-dan əvəz elə. Y-ı necə x-dan əvəz elə? Məsələn, bax, burada A variantında deyəcək ki, məsələn, mənfi y bərabərdir, mənfi 5x üstə gəlinsin 12 olacaq. Hər tərəfini mənfi 1-ə vursa, y bərabərdir 5x minus 12 şəklini alacaq uşaqlar. Məsələn, B variantına baxsaq, buradan 7y bərabərdir, mənfi x çıxılsın 9-a. Hər tərəfini 7-yə bölsək uşaqlar, oradan da y bərabərdir 7-də 1, mənfi 7-də 1 x çıxılsın 7-də 9 şəklini alacaq uşaqlar. C variantında da yenə eyni xassələrdən istifadə etsək, burada mənfi 15y bərabərdir, mənfi 8 çıxılsın 10 olacaq. Burada hər tərəfini bölsək uşaqlar, 15-ə bölsək, y bərabərdir 15-də 8x üstə gəlinsin 15-də 10 şəklini alacaq uşaqlar. Burada da D variantında da yenə biz y əvəz etmək istəyəcək. 5y bərabərdir 3x üstə gəlsin 3-ə. Hər tərəfini 5-ə bölsək, y də bərabərdir 5-də 3x üstə gəlinsin 5-də 3 şəklini alacaq uşaqlar. Yəni, bu şəkildə olmalıdır. İndi məsələn, ikinci suala baxsaq biz. İkinci sualda bizə nə deyir? Deyir ki, şəkil 4-də tərəzinin sağ və sol tərəflərində tərəzi daşları elə yerləşdirilmişdir ki, tərəzi taraz vəziyyətdə qalmışdır. Burada qırmızı daşların hər biri A qram, göy daşlarının hər birisi B qramdır deyir uşaqlar. Sarı daşların hər biri isə 1 qramdır. Sarı daşların hər biri isə 1 qram. Baxın aşağılar. Bax, qırmızılar A-dır. Yazıram ki, baxın, ikinci sualda A üstə gəlinsin. Göylər də B-dir. 3B yazacağım aşağılar, oldu. Bərabərdir. Neçədir? 1 qramdırsa 1, 2, 3, 4, 5, 6-ya bərabərdir. Buradan da yenə də aşağılar, bax, qırmızılarımız 2A üstə gəlinsin. 2A üstə gəlsin B
bərabərdir 1, 2, 3, 4, 5, 6, 7-yə bərabərdir aşağılar. İndi biz buradan əvəz etmə üsulundan istifadə edəcəyik uşaqlar. Yəni qaydanı deyəcəm sizə. Nə edəcəyik uşaqlar? Baxın, əvəz etmədə birinci qayda nədir bilirsiniz? Bax, əmsalı 1 olan dəyişəni əvəz edin. Məsələn, baxın uşaqlar, görürsüz burada A-nın əmsalı 1-dir. Bunu əvəz edin. Məsələn, burada mən A-nı tapım. A nəyə bərabərdir? 6 çıxılsın 3B-yə. Elə deyilmi uşaqlar? İndi baxın, A-nın yerinə 6 çıx 3B yazmalıyam. A-nın yerinə. Hardadır A? Burada. Görürsünüz 2 vurulsun. Bu A-nın yerinə mötərizədə 6 çıxılsın 3B yazmalıyam uşaqlar. Artıq mənim bu əvəz etmə qaydam budur bax uşaqlar. Artıq bir məhsul oldu mu? Oldu. Bunu mötərizəni vurub açıram. 12 çıxılsın 6B üstə gəlsin B bərabərdir 7-yə. Mənfi 5B bərabərdir 7 çıxılsın 12-yə. Mənfi 5B bərabərdir mənfi 5-ə. B də bərabərdir 1 şəklini alacaq. B 1-dirsə uşaqlar gətirin buradan yerinə yazın. A da bərabərdir 6 çıxılsın 3 vurulsun 1-ə. Yəni A da bərabər nə oldu? 3. Deməli 3 1 nöqtəsi oldu uşaqlar. Bizim tənliyimizin kökləri. Yəni bu şəkildə baxmamız lazım. İndi keçək məsələn B variantında hesablayaq bu şəkildə. Baxın A 3A üstə gəlinsin 2B 2B bərabərdir. İndi baxın uşaqlar, yox mən səhv elədim burada. Bu sarılar üstə gəl 2 bərabərdir. Bərabərdir. 2B üstə gəlinsin 3-ə. Bu bir sistem tənliyimiz. Burada da baxın yaşıl nədir? B. B üstə gəlinsin 3 bərabər olmalıdır. A üstə gəlinsin 3-ə. A üstə gəl 3-ə bərabər. İndi baxın aşağılar. Mən bu hissəyə baxsam, bu tənliyə baxsam, mən buradan 3-lər bir-birlərinin əksi olur. Bir tərəfə keçən nə olur? Belə olur da. 3-lər orada islah olur. Mən bu B-ni bu tərəfə keçirsəm, 3A çıxılsın 2B bərabərdir. Bunu da bu tərəfə keçirsəm, 3-dən 2 çıxsam 1 elədir. Buradan da A bərabərdir B oldu. Yəni sən A-nın yerinə B və yaxud da B-nin də yerinə A yaza bilərsən. Gətirin məsələn, baxın aşağı bu misalda 3A çıxılsın 2B deyilmi? B-nin yerinə A yazıram. Çünki A ilə bir-birinə bərabərdir axı. Burada hesablayanda A bərabərdir 1, B də bərabərdir 1 olacaq. Çünki bir-birinə nədir? Bərabər olacaq. Uşaqlar, baxın bu şəkildə biz əvəz etmədən istifadə edəcəyik. İndi gəlin növbəti suallara baxaq. Məsələn, burada misal nömrə 3-ün A variantında artıq bizdə əvəz edib hazır qoyublar. Bax uşaqlar. Nə əvəz ediblər? Bax görürsüz. Yəni sənə deyir ki, X-in yerinə nə yaz? X-in yerinə nə yaz deyir ki uşaqlar? 2 çıxılsın, 2 üstə gəlsin, Y yaz deyir. İndi uşaqlar, baxın, yəni aşağıdakı bu X-in yerinə 2 üstə gəl Y yazmalıyam da mən. Baxın yazıram. A variantında X bərabərdir 2 üstə gəlsin Y-dir. Aşağıda da X üstə gəlsin Y bərabərdir 9-dur uşaqlar. İndi burada mən bu X-in yerinə, baxın uşaqlar, bu X-in yerinə bunu yazmalıyam. Gətirib yazıram. 2 üstə gəlsin Y, üstə gəlsin Y bərabər 9-a. Burada Y ilə Y-ni toplayanda 2Y bərabər 9 çıxılsın 2-yə. Buradan 2Y də bərabərdir 7-yə. Y də bərabər nə oldu? 3,5 oldu. Buradan da X-imiz nə idi? Aşağıda 2 üstə gəlsin Y idi. Yəni X bərabərdir 2 üstə gəlinsin 3,5-ə. Yəni X də bərabər nə oldu? 5,5 şəklini alacaq uşaqlar. Baxın bu şəkildə olmalıdır. Məsələn B variantına baxsaq uşaqlar, B variantında artıq görürsüz X-in yerinə yenə nə yazdıyır? Y-9. Yəni mən bu X-in yerinə onu yazmalıyam. Baxın 3 vurulsun, da bir də misal köçürmürəm. Y-9 üstə gəlinsin 2 vurulsun Y bərabər 4 olacaq. 3Y çıxılsın 27 üstə gəlinsin 2Y bərabərdir 4 olacaq. 3Y-dan 2Y toplasam 5Y bərabərdir 4 üstə gəlinsin 27-yə. 5Y bərabərdir 31-ə, Y də bərabərdir 6,2. Y-ımız 6,2-dirsə mənim X-im nə idi? Y çıxılsın 9-a. Yəni X bərabərdir 6,2 çıxılsın 9. Bu da X bərabərdir mənfi 2,8 şəklini alacaq uşaqlar. Bu da belə. Sonra gəldik bax burada. Burada uşaqlar baxın Y-ın yerinə, Y-ın yerinə bu nə yazmalıyım? 11 çıxılsın 2 X yazmalıyım, elə deyilmi? Gəlin yazalım. Baxın yazıram 5 vur X çıxılsın 4 vurulsun 11 çıxılsın 2X bərabərdir 8-ə. Burada 5X çıxılsın 44 üstə gəlinsin 8 olacaq. Elə deyilmi aşağıda? Bu mənfi geri işarə əksinə dəyişəcək. Bununla bunu toplasam 13X bərabərdir 8 üstə gəlinsin 44-ə.
13x bərabərdir 52-yə. X bərabər nə oldu? 4 oldu. X 4-dürsə uşaqlar, mənim bu y-ım necə idi? 11 çıxılsın 2 vurulsun 4-ə. Çünki burada x-i yenə 4 yazmalıyam da uşaqlar. Burada nə y bərabərdir? 11 çıxılsın 8. Y bərabər nə oldu uşaqlar? 3. Deməli 4 və 3 nöqtəsi olacaq. Gəldik burada. Uşaqlar, bax burada artıq biz əvəz etməni özümüz etməliyik. Necə? Təbii ki, baxın mən sizə bayaq da dedim. Əmsalı 1 olanı əvəz eləyin uşaqlar. Bax görürsən, A-nı əvəz eləyəcəm. Bax mən artıq D variantına, D variantında yazacağım. Bu A-nı tapmaq üçün ben yazacağım. A bərabərdir 7 çıxılsın 5B-yə. İndi mən bu aşağıda bu A-nın yerinə 7 çıx 5B yazmalıyım. Bax 3 vurulsun 7 çıxılsın 5B çıxılsın 2B bərabər 4-ə. Buradan 21 çıxılsın 15B çıxılsın 2B bərabərdir 4-ə. Oldu? Bu şəkildə olacaq uşaqlar. Baxaq görə düz yazdıq mı? Əla, buradan bu şəkildə. İndi baxın arkadaşlar, bununla bunu toplasaq elədim. Mənfi 17B bərabərdir 4 çıxılsın 21-ə. Mənfi 17B bərabərdir mənfi 17-yə. B də bərabərdir 1 olacaq. B 1-dirsə mən buradan yerinə yazsam A bərabərdir 5, 7 vurulsun 5 vurulsun 1-ə. Buradan da A da bərabərdir 7 çıxılsın 5-ə və A da bərabər nə olacaq uşaqlar? 2 şəklini alacaq. Yəni bu şəkildə olmalıdır. Sonra gəldik Y variantına. Baxın, Y variantına istəsəz buradan əvəz eləyin aşağılar, istəsəz buradan. Gəlin aşağıdakini əvəz eləyin. Məsələn, mən burada M-i tapmaq istəsəm, baxın, M bərabərdir 2M çıxılsın 17 olacaq. Çünki niyə? Mən bunu bu tərəfə keçən bu mənfi nəyə çevirməliyim? Müsbətə. İndi mən yuxarıdakı bu M-in yerinə, bax, bunun yerinə bunu yazmalıyam. 2 vur N çıxılsın 17, çıxılsın 3N bərabərdir 17-yə. 2N-dən 3N çıxanda mənfi N bərabərdir 17 üstə gəlsin 17-yə. Mənfi N bərabərdir 34-ə, müsbət 34-ə. N də bərabərdir mənfi 34-ə. Burada mən M-i tapmaq istəsəm aşağılar. 2 vurulsun mənfi 34, çıxılsın 17 şəklini alacaq. Burada M də bərabərdir mənfi 68, çıxılsın 17. Bu da neçə elədi aşağılar? M də bərabərdir mənfi 75 şəklini alacaq uşaqlar. Yəni bu şəkildə olmalıdır. Yine F variantına baxsaq, indi mən bu P-ni əvəz eləyəcəm uşaqlar. Bu P-ni tapmaq üçün P bərabərdir 11 çıxılsın 12Q olacaq uşaqlar. İndi uşaqlar aşağıda bu P-nin yerinə yazmalıyım 11 çıxılsın 12Q. 5 vurulsun 11 çıxılsın 12Q çıxılsın 3Q bərabərdir 3-ə. 55 çıxılsın 60Q çıxılsın 3Q bərabərdir 3-ə. Mənfi 63Q bərabərdir uşaqlar. Bərabərdir nəyə? 3 çıxılsın 55-ə. Mənfi 63Q bərabərdir mənfi 52-yə. Buradan Q də bərabərdir 52 bölünsün 63 şəklini alacaq uşaqlar. Yəni bu şəkildə olmalıdır. Sonra gəldik nəyə? Baxın uşaqlar, artıq bu Q variantında da yenə də eyni qayda, ya bunu əvəz eləməliyik, ya bunu. Mən gəlin bunu əvəz eləyəcəm. Buradan Y bərabərdir Q variantına baxırıq. 2x üstə gəlinsin 4 olacaq uşaqlar. Onda bu 7x çıxılsın olduğuna görə uşaqlar 2x plus 4-ü mötərizədə yazmalıyam. Bu mənfiyə görə işarələr nə olur? Əksinə dəyişəcək uşaqlar. Bu da baxın belə bir şey oldu. Buradan bunu çıxanda 5x, burada 4'dür, burada 1'dir aşağılar. Buradan da 1 üstə gəl 4 olacaq. 5x bərabərdir 5'ə, x də bərabərdir 1 şəklini alacaq. Və mən buradan aşağılar y-i tapmaq istəsəm 2 vur 1 üstə gəl 4 olacaq. Y də bərabərdir cavabımız 6 şəklini alacaq uşaqlar. İndi biz gəldik bura. Uşaqlar baxın burada indi bax 2K-nı belə yazıb. Mən indi buradan T-ni tapıram. Mən sizə demişdim, bax əmsalı 1 olanı əvəz eləyim. Mən buradan T-ni tapmazam. 2K çıxılsın 0,5 elə nəyə bərabərdir? T-yə bərabərdir. Mən bunu bu tərəfə keçirsəm. T-nin yerinə o yazacağım. 3 vurulsun K, çıxılsın 5 vurulsun 2K çıxılsın 0,5 bərabərdir 12-yə. Buradan 3K çıxılsın 10K çıxılsın 3'te gəl 2,5 bərabərdir 12-yə. Buradan mənfi 7K bərabərdir 14,5 şəklini alacaq uşaqlar. Baxaq görə düz dedikmi?
Bunu buna vursaq 2,5 elədi. Üstəgəl oldu. Burada çıxmalıyıq inşallah. Burada çıxmalıyıq 12-dən çıxmalıyıq 2,5-i. Elə deyil mi? Toplamaca çıxmalıyıq. -7k bərabərdir 10,5 olacaq. Buradan k da bərabərdir. Aha, -1,5 şəklini alacaq. K-nı tapandan sonra gətirib burada yerinə yazaq. Baxın aşağı t bərabərdir. 2 vur k çıxılsın 0,5'dir. Yəni buradan t də bərabər 2 vurulsun -1,5 çıxılsın 0,5'ə. Buradan t də bərabərdir -3 çıxılsın 0,5'ə. T də bərabər -3,5 şəklini alacaq uşaqlar. Bu şəkildə olmalıdır. İndi baxaq bura. Uşaqlar baxın burada da mən bu x-in mənfisi olduğuna görə bu x-i bu yana atacağım. Bu tərəfə bax x yazacağım. Buradan da 25 üstə gəlinsin 4y şəklində olacaq. Yəni x-in yerinə 25 çıxılsın üstə gəlinsin 4y yazmam. Yəni 3 vurulsun 25 üstə gəlinsin 4y çıxılsın 2y bərabərdir 30 olacaq. 75 üstə gəlinsin 12y çıxılsın 2y bərabərdir 30 olacaq. İndi baxın bununla bunu hesablasaq. Bura elədi 10y bərabərdir 30 çıxılsın 75'ə. 10y bərabərdir -45'ə. Y da bərabərdir -4,5 olacaq aşağılar. İndi mən buradan x bərabərdir 25 üstə gəlsin 4 vurulsun -4,5 olacaq. Buradan x də bərabər 25 çıxılsın 18'ə. X də bərabərdir 7 şəklini alacaq uşaqlar. Bu da belə. Sonra gəldik uşaqlar misal nömrə 4-ə. Misal nömrə 4-də də biz nə etməliyik? Təbii ki biz bunları vurub açasıyıq. Məchulları bir tərəfə, məlumları bir tərəfə etməliyik uşaqlar. Burada baxın uşaqlar birincisində bir məchul var görürsünüz. Burada mən x-i tapıram hesablayıb. Baxın 4-ün A variantına baxmalıyıq. Burada 4'ün A variantı. Bakın vurup açıram. 3x çıxılsın 15 çıxılsın 1 bərabər 6 çıxılsın 2x. Buradan 3x üstə gəlinsin 2x bərabərdir 6 üstə gəl 15 üstə gəl 1 olacaq. 5x da bərabərdir. Neçə oldu? Buradan 22 oldu. Buradan x neçə olacaq aşağıda? 4,4 olacaq. Elə deyilmi? 4,4 x-imiz oldu. İndi uşaqlar gətirib x-i yine 4,4 yazmam. Yazıram. Bunu vurub açıram. Bu hissəni vurub açıram. 3x çıxılsın 3y çıxılsın 7y bərabərdir -4'ə. İndi yazıram 3 vurulsun 4,4 çıxılsın 10y bərabərdir -4'ə. Bunları vurduğumuz zaman 2 13,2 çıxılsın 10y bərabərdir -4'ə. İndi uşaqlar baxın. Burada mı buradan yazacağım. -10y bərabərdir -4 çıxılsın 13,2'yə. -10y bərabərdir -17,2'yə. Buradan y bərabər bunları vursam 1,72 edəcək değil mi aşağılar? Baxın bu şəkildə olmalıdır. B variantında da baxın uşaqlar. Bax buranı görürsünüz. Burada bax n var. N'i tapa bilərəm. Tək bir məhculda elə deyilmi? B variantında. 7n üstə gəlinsin 28 çıxılsın n çıx 2 bərabərdir 0'a. Bax 7 ilə 1n çıxanda 6n 28'dən də 2 çıxanda elədi 24 üstə gəl 24 bərabər 0'a. Buradan 6n bərabərdir -24'ə. N də bərabərdir -4 oldu. N'i yenə nə yazmalıyam? -4. Bax yazıram 6 vur m üstə gəlinsin 6n çıxılsın n bərabər -1'ə. 6m üstə gəlinsin 5n bərabərdir -1'ə. N'i nə yazmalıyam? -4 yazmalıyam. 6 vurulsun m üstə gəlinsin 5 vur -4 bərabərdir -1'ə. 6m çıxılsın 20 bərabərdir -1'ə. 6n bərabərdir -1 üstə gəlinsin 20'yə. 6m bərabərdir 19'a. M də bərabərdir 19 bölünsün 6 şəklini alacaq uşaqlar. Bu şəkildə olmalıdır. İndi keçdi uşaqlar. Baxın burada artıq 2 məhcul, hər ikisində 2 məhcul var. Hər ikisini sadələşdirib ondan sonra həll etməmiz lazım. C variantına baxsa vurub açıram. -2a üstə gəlinsin 2b üstə gəl 16 bərabərdir 3b üstə gəlinsin 21'ə. Baxın aşağıda -2a üstə gəlinsin 2b çıxılsın 3b bərabərdir 21 çıxılsın 16'ya. Burada -2a çıxılsın b bərabərdir 5 olacaq aşağıda. Bizim bu birinci tənliyimizdir. Oldu bu belə qalsın. Keçirəm ikinci tərəfə.
İkincini sadələşdirək. 6a çıxılsın a üstə gəl 5 bərabərdir mənfi 8 çıx b minus 1 olacaq. Bax 6a'dan 1 çıxanda 5a üstə gəl b bərabərdir mənfi 8 çıx 1 çıx 5. Yəni 5a üstə gəl b bərabərdir mənfi 14'ə. Və bir də bax bu tənliyimiz var. Mənfi 2 çıxılsın b bərabər 5'ə. Hə, uşaqlar, mən burada əvəz etmədən istifadə etməliyəm. Bunu əvəz edirəm. Buradan b-ni tapıram. Mənfi 5a çıxılsın 14 olacaq. Elə deyilmi? B-nin yerinə bunu yazmalıyım. Mənfi 2a çıxılsın mötərizədə 5a çıxılsın 14 bərabərdir 5'ə. Mənfi 2a üstə gəl 5a üstə gəl 14 bərabərdir 5'ə. Bununla bunu toplasaq 3a bərabərdir 5 çıx 14'ə. 3a bərabərdir mənfi 9'a. A da bərabərdir mənfi 3 olacaq. A-nı mənfi 3 tapandan sonra gətirib yerinə yazıram. B bərabər mənfi 5 vurulsun mənfi 3'ə. Çıxılsın 14'ə. Bu da elədir. 15 çıxılsın 14. B də bərabər nə oldu uşaqlar? 1 şəklini alacaq uşaqlar. Bu da belə olmalıdır. Sonra gəldik burada nəyə? D variantında. Yenə eyni xassələrdən istifadə etməliyik uşaqlar. Gəldik. Baxın 5y üstə gəlinsin 8y çıxılsın 24y bərabərdir 7y çıxılsın 12 şəklini alacaq. Buradan 5x-dan mənfi 19 mənfi 19y mənfi 19y üstə gəlinsin 8y bərabərdir mənfi 12 şəklini alacaq uşaqlar. Burada məsələn mən bunun hər tərəfini mənfiyə vura bilərəm. 19y çıxılsın 8y bərabər 12 də yaza bilərik bax uşaqlar. Heç bir problemi yoxdur. Keçirəm ikinci tərəfə. 9y üstə gəlinsin 3y çıxılsın 27y üstə bərabərdir 11y üstə gəlinsin 46'ya. Burada elədir 9y bunu keçirsək bu tərəfə neçə elədir uşaqlar? 38 38y bərabərdir 46 oldu. Bir də uşaqlar baxın buradan. Baxın görün. Mən burada nə səhv eləmişəm? Bu 7'nin keçirməyi unutmuşam aşağıda. Baxın 8x-dan 7x çıxanda burada x qalmalıydı. 1x aşağılar. Bir də bunu yazırıq. 9y çıxılsın x bərabər 12. Uşaqlar baxın mən bu x'i bu tərəfə keçirəm. Bu qabana mənfi var deyə. X bərabərdir 9y çıxılsın 12'yə. Götürüb x-in yanına onu yazacaq. 9 vurulsun 9y çıxılsın 12 çıxılsın 38 vurulsun bərabərdir 46'ya. 81y çıxılsın 108 çıxılsın 38y bərabərdir 46'ya. Uşaqlar baxın 81'dən 38 çıxanda bura 3 43 mi elədir? 43y də bərabərdir. Bunu da bu tərəfə keçsə 4 154 oldu. Burada y də bərabərdir 4 dəfə olarmı? Olmaz. Yoxsa səhv məlidir? 154 düz yazmış əslində. Belə. Baxaq ki, nəsə səhv elədik biz burada. 154. 4'ə vursa olmadı. 3'ə 2'yə olmaz. Yəqin ki belə. Nəsə də 154 bölünsün 43 şəklində alınsın uşaqlar. Yəni bu şəkildə olacaq. Yəni kəsrdə alına bilər uşaqlar. Bu da belə. İndi gəldi sonra 5-ci tip suallarda. Uşaqlar, əgər bərabərlik varsa, bu bərabərlik, mən bunu çarpaz məxrəcinə 1 ataram, çarpaz vuraram. Çarpaz vuranda baxın 5y çıxılsın yeri bərabər nə olar? 6 olar uşaqlar. Burada da mən bunun yerinə, bu 2'də 1'in yerinə baxın, bərabərdir mənfi 2'də mənfi 3 yaza bilərəm aşağılar. Yenə bunu da çarpaz vuram. Çarpaz vuranda 2 vurulsun. Bu 2 bura vurulası da aşağılar. Bu da bura tənasib kimi. 2 vurulsun x üstə gəlinsin 10y bərabərdir mənfi 3 vurulsun 2'yə. Aşağılar. Bu 2 ilə bu 2'ni xısayla bilərəmmi? Bəli. X üstə gəlinsin 10y bərabərdir mənfi 3 oldu. Və bir də 5'i çıxılsın y bərabərdir 6'ya. İndi mən buradan x'i tapmaq istəsəm, mənfi 3 çıxılsın 10y olacaq. Gətirib burada yerinə yazıram. 5 vurulsun x'in yerinə mənfi 3 çıxılsın 10y çıxılsın y bərabərdir 6'ya. Mənfi 15 üstə gəlinsin 50 y çıxılsın y bərabərdir 6 olacaq uşaq. Bundan bunu çıxsaq nə olur aşağıda? Buraya elədik 49 y bərabərdir 21'ə. Hər tərəfin 7'yə xısayla bilərəm. Buraya 7 y bərabərdir 3'ə. Y də bərabərdir 3 bölünsün 7'yə. Gətirib indi burada yerinə yazırıq aşağılar. X bərabərdir mənfi 3 çıxılsın
10 vurulsun 3'də 7'ye. Yani buradan x de beraber mənfi 3 çıxılsın 3'də 70'e. Bu da beraberdir 3'də mənfi 79 şeklini alacaq aşağıda. Yani bu şekilde olmalıdır. Keçdik B variantına. Bu B variantında eyni qayda çarpaz vuraram. 2A üstə gəl B bərabər 8 olacaq. Burada da uşaqlar baxın çarpaz vursam 2 vurulsun 3B üstə gəl A bərabərdir 4 vurulsun 7. Aşağıda mən bu 2 ilə 4'ü qısa eləyə bilərəmmi? Təbii ki. 3B üstə gəlinsin A bərabərdir 14 oldu və bir də burada 2A üstə gəlinsin B də bərabərdir 8 oldu. İndi mən burada məsələn buradan bax B-ni əvəz edeyim. B-ni tapması 8 çıxılsın 2A yazıram. Görürsünüz bax baba. Bunu keçirəm. B-nin yerinə 8 çıx 2A. 3 vurulsun B-nin yerinə yazmalıyım. 8 çıxılsın 2A üstə gəl A bərabərdir 14-də. 24 çıxılsın 6A üstə gəlsin A bərabər 14'e. Mənfi 5A bərabərdir 14 çıxılsın 24'e. Mənfi 5A bərabərdir mənfi 10'a. A da bərabərdir 2 olacaq aşağıda. B bərabərdir 8 çıxılsın 2 vurulsun 2'ye. B də bərabərdir 8 çıxılsın 4'e. B də bərabər 4 oldu uşaqlar. Baxın bu şəkildə olmalıdır. Sonra gəldik nəyə? Geldi uşaqlar C variantına baxmalıyıq indi. Uşaqlar baxın burada da yenə mən bunu çarpaz vursam, bu məxrəcinə 1 atsam 5m üstə gəlinsin 2n bərabərdir 7 olacaq uşaqlar. Elə deyilmi? Burada bəs necə elə bilərəm? Mən 1'i bu tərəfə ataram uşaqlar. Baxın 3m üstə gəlinsin m bölü 4 bərabərdir 1 olacaq. Çarpaz vursam 3m üstə gəlinsin m bərabərdir 4'e. Və bir də 5m üstə gəlinsin 2n bərabərdir 7'ye. Buradan n bərabərdir 4 çıxılsın 3m'ə. Buradan da indi baxın uşaqlar 5 vurulsun m üstə gəlinsin 2 vurulsun bu n'in yerinə bunu yazmalıyam. 4 çıxılsın 3m bərabərdir 7'ye. 5m üstə gəlinsin 8 çıxılsın 6m bərabərdir 7'ye. 5'dən 6 çıxanda mənfi m bərabərdir 7 çıxılsın 8'e. Mənfi m bərabərdir mənfi 1'e. M də bərabərdir 1 olacaq. İndi buradan n'yi tapmasın 4 çıxılsın 3 vur 1 olacaq. Bu da elədi 1 oldu uşaqlar. Deməli n də m də nə oldu? 1 şəklini alacaq. Sonra gəldik 6 tip suallara. Uşaqlar burada biz nə etməliyik uşaqlar bu suallarda? Təbii ki biz məxrəci yox etməliyik uşaqlar. Onun üçün də məxrəci yox etmək üçün də biz əkob tapmalıyıq məxrəcə. Məsələn, 2 və 3 də deyilmi? 6 olacaq. Hər bir kəsiri 6'ya vuracağım. Buranı da 6'ya, buranı da 6'ya, buranı da 6'ya. Vurduğum zaman bununla bu getdi. Bura 2. 2 çıxılsın. Bununla bu bura 3. 3y bərabərdir mənfi 24 olacaq uşaqlar. Sonra buranı da 6'ya vuracağım hər tərəfini. Bununla bu bura 2. 2x üstə gəlinsin. Buranı vurduğum zaman 3y bərabərdir mənfi 12'ye. Aşağılar baxın hər ikisində məsələn 2x var. Mən yazsam ki 2x bərabərdir. 3y çıxılsın 24 yazsam. Gətirib bu 2x'in onu yaza bilərəm də. 3y çıxılsın 24 üstə gəlinsin 3y bərabərdir mənfi 12'ye. 6y də bərabərdir mənfi 12 üstə gəlsin 24'e. 6y bərabərdir 12'ye. Y də bərabər neçə elədi? 2 elədi. Y 2'si gətirin burada yerinə yazın. Baxın 2 vurulsun x bərabərdir 3 vurulsun 2 çıxılsın 24'e. 2 vurulsun x bərabər 6 çıxılsın 24'e. 2x bərabərdir mənfi 18'e. X də bərabərdir mənfi 9 şəklini alacaq uşaqlar. Yəni bu şəkildə olmalıdır. İndi B variantına baxsa, bununla məxrəcdən azad etməkdən ötə hər tərəfini nəyə vurmalıyam? 6'ya vurmalıyam. Elə deyil aşağıda. Hər tərəf vurmaq lazımdır. Bərabərliyin sağını da sonunu da vurmaq lazımdır. Vurduğum zaman A çıxılsın 12B bərabərdir 36 olacaq. Buradan da hər tərəfini 2'yə vurarıq aşağılar. 2'yə vuranda mənfi 6A üstə gəlinsin B bərabərdir mənfi 64 olacaq. İndi uşaqlar baxın, mən burada, bax buradan B-ni tapsam, B bərabər nə olur? 6A çıxılsın 64 olacaq aşağılar. Gətirin B-nin yerinə, harada B varsa onu yazın. Baxın görün və yaxud da olsun, yuxarıda yazın. A çıxılsın, 12 vurulsun, 6A çıxılsın 64. Bərabər nəyə? 36'ya. İndi baxın,
Buradan A çıxılsın. Bunu vuranda 72A. Buradan da vuranda neçə elədi? Bu 12 vurulsun 64 bərabər 36-ya. Belə. İndi baxın aşağı. Bundan bunu çıxalım. Mənfi 71 vurulsun A bərabər 36 üstə gəlinsin. Yəni 12-ni kalkulatorda vurağın vaxtımız çox getməsin. Belə neçədir? 12 vurulsun 64. Və üzərinə neçə gəlməliyik? Üzərinə də 36 gəlməli gəlir, deyilmi? 804 eləyəcək 36. Nəsə də pronoy 804 yazılır uşaqlar. Buradan A da bərabər 804-ü də bölməliyik nəyə? Bölməliyik 71-ə. Tam bölünmədi bu. Biz burada nəsə səhv eləmədik ki, bir daha baxaq mı sual? Nəsə bir böyük bir kəsir alındı. Niyə bəs? Mən buraya 74 yazmalıydım. Mən buraya səhv eləmişim. Bu 74 olmalı. Çünki 37-nin 2 yanına 74'də mi olmalıdır? Əla. 74 olmalıydı. Burada 74 yazaq. Yəni yenidən yazımında 12 vurulsun 74 üzərinə gəlinsin 36. Bu da 924 elədi. 924. 924'ü bölsə indi 71'ə. Bu da bölünmədi. Nəsə səhv eləmişəm. Yenidən bir dənə baxaq. İnşallah vaxt itirmədən. Hər tərəfin altı yanında A üstü çıxılsın 12B bərabər 36 oldu. Mənfi 6A üstə gəlinsin B də bərabər mənfi 74 olacaq. Buradan gəlin bunu tapa. A bərabərdir 12B üstə gəlinsin 36 oldu. Şimdi mən A-nı yeni oynasam mənfi 6 vurulsun 12B üstə gəlsin 36. Üstə gəl B bərabərdir mənfi 74'ə. Mənfi 72B üstə gəl çıxılsın olacaq uşaqlar artıq. Neçə oldu burada? 216 üstə gəlsin B bərabərdir mənfi 74'ə. Burada mənfi 71B bərabərdir. 216 çıxılsın 74 olacaq. Mənfi 71B bərabərdir 2. 142 mi oldu? 142. Buradan B də bərabərdir uşaqlar. Mənfi 2 olacaq. B mənfi 2'dir. Gətirib mən nəsə bayaq səhv eləmişəm. Yəni A bərabər 2 mənfi 2 vurulsun 12 üstə gəlsin 36. Yəni A bərabər mənfi 24 üstə gəlsin 36'ya. A da bərabərdir 12 şəklini alacaq uşaqlar. Yəni bu şəkildə baxmamız lazım. Burada uşaqlar baxın 4 ilə 5 əkib nə olar? 20. Hər tərəfini 20'yə vuracağım burada. Hər tərəfini vurdum 20'yə. 5 vurulsun N. Və birlikdə burada 5. Bununla da bunun sonra 4 çıxılsın 4'e. Bərabərdir 120'yə. Burada da 30'a vuraram hər tərəfini aşağılar. Elə deyilmi? 30'a vurduğum zaman 2M çıxılsın. 30 üzrü sayın 60'a. 12 ilə 60'a vurmalıydım. Tələsib səhv yazdım. Burada vurduğumuz zaman burada 4M. Bunu vuranda üstə gəlsin 5M. Bərabər 5N daha doğrusu uşaqlar 5N. Bərabər 0'a. Uşaqlar baxın. Burada mən bu 5N'in yerinə mənfi 4M yaza bilərəm. Elə deyilmi? Bu yuxarıdakı 5M'in yerinə onu yazaq da mənfi 4M çıxılsın 4M bərabərdir 120 şəklində olacaq. Buradan da mənfi 8M bərabərdir 120'yə. M də bərabərdir mənfi 15 oldu uşaqlar. M mənfi 15'dirsə mən N tapmaqdan ötəri 5 vurulsun. Baxın N bərabər mənfi 4 vurulsun mənfi 15'ə. Bu 5 ilə mənfi 15'i ixtisarəsən bura 3. 4'ü 3'ə vursam neçələrdir? 12 şəklini alacaq uşaqlar. Bu da bu şəkildə olmalıdır. İndi keçək növbəti suala D variantına. D variantında da 4 ilə 3'ün əkobu nədir? 12'yə vurmalıyım hər tərəfini. 12'yə vurmalıyam. Bura 3 oldu. 3'ü 5'ə vuranda 15x. Bununla bu bura 4 çıxılsın 8y bərabərdir 36 olacaq. Burada da uşaqlar 18'ə vura bilərik elə deyilmi? Bu şəkildə 18'ə vurduğumuz zaman bura 3x. Bununla bu bura 2. Üstə gəlsin 14y. Bərabərdir. Nəyə? Elədi 54 şəklini alacaq aşağılar. Baxın aşağılar mən burada gəlin sizə belə bir şey deyim. Bu 3x-dır, bura 15x-dır. Gəlin bura hər tərəfini 3'ə vuram. Bu kəsiri 3'ə vuram hər tərəfini. 15x üstə gəlinsin. Bunu 3'ə vuran neçə eləyər? 42y. Bunu da 3'ə vuran neçə elədi? 2. 162 şəklində. Uşaqlar baxın. Belə bir sistem tənliyi alındı. 15x çıxılsın 8y bərabər 36. İndi mən burada deyirəm ki bu 15x'in yerinə
162 çıxılsın 42y yazaq. Gəlin yazanda 162 çıxılsın 42y çıxılsın 8y bərabərdir 36-ya. Bunu bu tərəfə keçirdiyimiz burada -50y bərabərdir 36 çıxılsın 162-yə. 162 şəklini alacaq. Burada da -50y da bərabərdir. Bunlar çıxdığımız zaman bura 6 olacaq uşaqlar. 5, 2, 126 şəklini alacaq uşaqlar. Y da bərabər təbii ki mənfi 126 bölünsün -50'ye. Hər ikisi mənfi müsbət çəkir. Bunu hər tərəfi 2'yə vursaq, y da bərabər bura 100 eləyəcək uşaqlar. Bunu 2'yə vuranda 2, 5, 256. Yəni 2'dən %52 şəklini alacaq uşaqlar. Sonra gəldik Y variantına. Baxın Y variantında da mən buranı təbii ki 5'ə vurmalıyam. Buranı da 5'ə və buranı da 5'ə vurmalıyam. Bunun da 3K çıxılsın 10T bərabərdir 25 olmalıdır. Hər tərəfin buranı da 2'yə vursaq uşaqlar. 2K çıxılsın 3T. Bərabər neçə oldu aşağılar? 13 şəklini alacaq. Şimdi mən burada necə eləyə bilərəm? Baxın burada biri 3K alınıbdır, biri 2K, 10T, 3T alınıb, değil mi? Biraz fərqli ədlər alınıbdır. Onda biz baxın uşaqlar, biz burada nə edə bilərik? Təbii ki elə bir ədədə vursaq nəsə olarmı? Məsələn, baxın aşağılar, bu 3'dür, bu 2'dir. Mən elə ədədə vuraq ki bunları. Məsələn, mən deyirəm ki buranı, bu yuxarını 2'yə vururam, aşağını 3'ə vururam. Baxın bir dənə vura bilərəm də təbii ki. Hər tərəfini vuram. Bax 6K çıxılsın 20T bərabərdir 50 oldu. Elə deyil mi? Hər tərəfini vurdum. Burada da 3'ə vuranda 6K çıxılsın 9T bərabər 39 oldu aşağılar. İndi. Mən burada hər ikisi 6K'lar da aşağı. Məsələn, bu 6K'nın yerinə 50 üstə gəlsin 20T yazaram. Ya aşağıda yazıram. 50 üstə gəlsin 20T çıxılsın 9T bərabərdir 39 şəklini alacaq. Bundan bunu çıxdığımız zaman 11T bərabərdir 39 çıxılsın 50'yə. 11T də bərabərdir. Neçə oldu aşağılar? Elə 11 oldu. Mənfi 11. T də bərabər mənfi 1 oldu. T mənfi 1'dirsə gəlirəm 6K bərabərdir 20 çıxılsın 50 çıxılsın 20 olacaq. 6K bərabərdir 30'a. K da bərabərdir 5 oldu aşağılar. Yəni biz bu şəkildə baxa bilərik. Belə. Sonra gəldik biz nəyə uşaqlar? Gəldik növbəti suala. Burada da uşaqlar baxın. Sürəti mən 15'dən 5'dirsə hər tərəfini 15'ə vura bilərəm. Hələ deyil mi ortaq məxrəc kimi? Buranı da 15'ə vura bilərik. 15'ə. Gəlin 30'a vurağın aşağı. Bu vergüldən tam azad olsun da. Hələ deyil mi? Yaxşı. 30'a vurağın. 30'a vuranda bura 6. 36C. Buranı da vuranda 2 üstə gəlinsin 2D. Buranı da 23, 69 şəklini alacaq. Burada da mən 30'a vursam aşağılar. Hər tərəfin 30'a bura 3. 3C üstə gəlinsin 10, 20D. 20D bərabərdir 36 şəklində alacaq aşağılar. İndi baxın. Mən deyirəm ki, bax burada görürsünüz. Bu 3C'dir, bu 36C'dir. Elə deyil mi aşağılar? Mən məsələn deyirəm ki, aşağını böyük olacaq. Ya yuxarını vuram. Bu yuxarını vuracağım 10'a. Ən nərbisi var aşağı. Yuxarını 10'a vururam. 360C üstə gəlinsin 20D bərabər 690 olacaq. Burada uşaqlar baxın 3C üstə gəlsin 20D bərabər 36'ya. Mən buradan 20D'ni tapsam 36 çıxılsın 3C olacaq. Bax uşaqlar. Düz deyirikmi? Bəli. Və 20D'ni tapsam. Gətirib buradan yerinə yazıram. 360C üstə gəl 20D'ni yerinə yazıram. 36 çıxılsın 3C bərabərdir 690'a. Bundan bunu çıxanda 357C bərabərdir 690 çıxılsın 36'ya. 357C. Bunun çıxanda bura 4 elədi uşaqlar. Bura 5. Burada neçə elədi? 650. Burada çox yəqin ki 2'yə vuranda olacaqmı? C də bərabərdir. Buradan 2 alınacaqmı? Gətirib də buna 20D bərabər 2 yazsaq 36 çıxılsın 3 2'yə vursaq. Elədi 6'ya. 20D bərabərdir 30'a.
Buradan 2D bərabərdir 3'ə. D də bərabərdir 1,5 şəklini alacaq uşaqlar. Bu da B ilə. Sonra gəldik növbəti suala. Deyir ki, sadələşdirin. Biz burada uşaqlar təbii ki, sadələşdirin deyirsə nə etməmiz lazım? Çarpaz vurmalıyıq uşaqlar. Birinci tənliyə. Bunu çarpaz vursam, bura vururam. Bu 2x üstə gəlinsin 2y. Buradan da bu 3'ü bura vursam 3y çıxılsın 3x şəklini alacaq. İndi mən bunları keçirsəm bu tərəfə. Məsələn, bunu bu tərəfə keçirsəm 2x üstə gəlinsin 3x olacaq aşağıda. 3 bərabərdir 3y çıxılsın 2x olacaq. 2y daha doğrusu səhv yazdım. 2y. Buradan 5x bərabərdir y şəklini alacaq. Bunu da çarpaz vursaq aşağıda 5x çıxılsın 5y bərabərdir 2y çıxılsın 2x-a. Mən bunu bu tərəfə, bunu bu tərəfə keçirəm. Bunu da bu tərəfə belə keçirəndə bura 7x eləyir. Bərabərdir buradan da 7y-a. X də bərabər y oldu aşağıda. Belə bir şey. Baxaq görəyim. Belə oldu. Buradan bəs necə oldu? Baxın görün. Belə keçirəndə 5-i. X y-a bərabərdir. 5x da y-a. Onda uşaqlar mənim x-im buradan 2 dənə şəklisi səhv oldu burada. Niyə bəs belə oldu? Çarpaz vuranda səhv mi vurduq? Bir dənə yenidən baxım aşağılar. Və yazıram 2 vurulsun x üstə gəlinsin y bərabərdir 3 vurulsun y minus x-a. Buradan 2x üstə gəlinsin 2y bərabərdir 3y çıxılsın 3x-a. Bunu bu tərəfə keçirdiyimiz zaman aşağılar 5x bərabərdir y olacaq. Sonra keçirəm buraya. Burada da 5 vurulsun x çıxılsın y bərabər 2 vurulsun y çıxılsın x-a. 5x çıxılsın 5y bərabər 2y çıxılsın 2x-a. Bunu bu tərəfə keçirdiyimiz zaman 7x bərabərdir 7y olacaq. X bərabər y oldu da. Amma burada x bərabər şey oldu. Nəsə qarışıqlıq oldu, bilmədim. Niyə belə oldu? Eyni şey aldıq hər ikisində də. Deməli, nəsə sualın özündə problem var. Əvəz etdiyimiz zaman da həm x y-a həm də x y 5x-a bərabər ola bilməz. B variantına baxaq görək burada. İnşallah baxın B variantında da biz burada nə etməliyik? Yenə də əkköb tapmalıqdır. 6-ya vurmalıyıq hər tərəfinə, deyilmi? Mən bunu 6-ya vurduğum zaman aşağı bura 3 düşdü, bura 2 düşdü. İndi baxın. Burada 3 vurulsun, x üstə gəlsin, y yazmalıyım. Çıxılsın 2 vurulsun, x minus y bərabər 48 yazmalıyım. İndi bunu vurub açmalıyam. Sonra burada bu mənfiyə diqqət eləməliyəm. Təbii ki, uşaqlar burada müsbətə çevrildi 48. Bununla bu bura x. Bununla bu 5y bərabərdir 48-ə. 48'e. Buradan da 12. Buradan da 12. Buradan da 12'ye vuruq. Değil mi uşaqlar? Vurduğumuz zaman bura 4 vurulsun x üstə gəlsin y olacaq. Bura vursa bura 3 olacaq. Üstə gəlsin 3 vurulsun x minus y olacaq. Buradan da 11'i de 12'ye vurduğumuz zaman 11 vurulsun 12. Desene 132 mi eləməliydi? 11 vurulsun 12. 132 olacaq. Belə. Vurub açdığımız zaman 4x üstə gəlsin 4y. Üstə gəlsin 3x çıxılsın 3y bərabər 132'ye. 7x üstə gəlsin y bərabər 132'ye. Və bir də uşaqlar x üstə gəlsin 5y bərabərdir 48'dir. İndi uşaqlar baxın. Mən buradan bu x-in yerinə 48 çıxılsın 5y yazıram. X-in yerinə 48 çıxılsın 5y. Gətirib yazıram. Baxın uşaqlar 7 vurulsun 48 çıxılsın 5y. Üstə gəlsin y də bərabərdir 132'ye. Bununla da 56 6 yazıram. 5 yadda 28 5 gəndə 33 çıxılsın 35y. Üstə gəlsin y bərabər 132'ye. Bundan bunu çıxanda mənfi 34y bərabər 132 çıxılsın 336'ya. 132 çıxılsın 336. Məsələn ki mənfi 34 y də bərabərdir mənfi 204'ə. Bunu da böldüyümüz zaman aşağılar bölsək baxaq görək 34. Cavab elədi y bərabər 6 elədi aşağılar. Y 6'sı gətirib buradan yenə yaza bilərik də. X də bərabərdir 48 çıxılsın 5 vurulsun 6'ya. 48 çıxılsın 30 və x də bərabərdir 18 şəklini alacaq uşaqlar.
Keçdik C variantına. C variantında da uşaqlar yenə də biz hər tərəfini 9-a vurmalıyıq. 9-a vurduq 9-a. M üstə gəlinsin n çıxılsın 3 vurulsun. M çıxılsın n bərabər 18-ə. M üstə gəl n çıxılsın 3m üstə gəlinsin 3n bərabər 18-ə. Bununla bunu 4m 4n bax uşaqlar mənfi olur. Bundan bunu çıxanda mənfi olur. Bu tərəfə yazacağım. 2n bərabər 18 şəklində. Bu hər tərəfini 2-yə bölə bilərik. Bax uşaqlar 2n çıxılsın m bərabər 9 olacaq. Yəni bu şəkildə yazmaq olar. Aha, sonra mən burada hər tərəfini 6-ya vuracağım uşaqlar. Vurduğum zaman 2m çıxılsın n olacaq. Burada vuranda burada 2 var da. Çıxılsın 2 vurulsun olduğuna görə bax 2-ni bu 3-ə vuranda 6m çıxılsın 4m bərabərdir mənfi 120 olacaq. Buradan uşaqlar bundan bunun mənfi 4m çıxılsın 5n bərabərdir mənfi 120'yə. Hər tərəfi mənfiyə vursam 4m üstə gəlinsin 5n bərabərdir 120'yə. Və burada da uşaqlar 2n çıxılsın m bərabər 9'a. İndi mən buradan m'i tapsam, burada 2n çıxılsın 9 olacaq. İndi m'i yenə onu yazmalıyım. 4 vurulsun 2n çıxılsın 9 üstə gəlinsin 5n bərabərdir 120'yə. 8n çıxılsın 36 üstə gəlinsin 5n bərabərdir 120'yə. Buradan 13n bərabərdir 156 olacaq. Buradan da cavab elədi 12 uşaqlar. Mən m'i tapmaq istəsəm 2 vur 12 çıxılsın 9 olacaq uşaqlar. M də bərabər 24 çıxılsın 9'a. M də bərabərdir 15 şəklini alacaq uşaqlar. Bu da belə. Sonra gəldik nəyə? 8-ci suala baxırıq. Verilmiş xətt tənklər sisteminin kökü olan absis oxu üzərində yerləşir. M və tənlik sisteminin kökünü tapın deyir aşağılar. Deyir ki, bax xətt tənklər sisteminin kökü olan. Həlli var da uşaqlar. Həlli var. Və absis oxu üzərində yerləşir. Deyir ki, kökü olan nöqtə absis oxu üzərində yerləşir. Yəni absis oxu üzərində kəsrdə bu kəsrində onda uşaqlar baxın absis oxu üzərində kəsr deyilsə yığıqlarımız 0 olmalıdır da bizim normalda elə deyilmi? Absis oxu üzərində kəsrsə mən birinci yığıqları 0 etsəm 2 çıxılsın n vurulsun x bərabərdir 6'ya. 2x çıxılsın mx bərabər 6 olacaq. Və buradan da uşaqlar baxın 3mx bərabərdir mənfi 2 olacaq. İndi mən burada mx də bərabərdir mənfi 3'də 2 olacaq. Mən bu mx-in yəni onu yazsam 2x çıxır üstə gəlsin 3'də 2 bərabər 6 olacaq. Bunun 2x də bərabərdir 6 çıxılsın 3'də 2'yə 2x də bərabərdir 3'də 16 olacaq. Buradan x də bərabər 3'də 16 vurulsun 2'də 1 olacaq. Yəni buradan x-i tapdıq aşağılar. Belə də 3'də 8 şəklini alacaq. Bir də m-i tapın deyir. İndi gətirib burada biz x-in yerinə öz qiymətini yazsaq. Burada bax mx deyil mi? Buradan yaza bilərsiniz uşaqlar. M vurulsun. X-in yerinə yazıram 3'də 2 bərabərdir 3'də mənfi 3'də 2. Demək m-imiz neçəymiş uşaqlar? Mənfi 1 imiş uşaqlar. Yəni bu şəkildə baxmamız lazım. Yəni də baxın uşaqlar, yenə o x oxu üzərində deyilsə B variantında onda mx üst çıxılsın 9 bərabər 0 olmalıdır. Mx bərabərdir 9 olacaq uşaqlar və bir də aşağıdan da yazsaq ki m üstə gəlinsin 2 vurulsun x bərabərdir 15'ə. İndi buradan m x üstə gəlinsin 2x bərabərdir 15'ə. Mx-in yerinə 9 yazsam 9 üstə gəl 2x bərabərdir 15'ə. Buradan 2x bərabərdir 6'ya, x də bərabərdir 3 oldu uşaqlar. X 3'dürsə gətirib buradan yerinə yazsaq. M vurulsun 3 bərabər 9'a, m də bərabər nə oldu? 3 şəklini alacaq uşaqlar. Uşaqlar, mövzumuz bu qədər, videomuz bu qədər. Ümid edirəm ki, video sizin üçün faydalı olar. Videonu bəyənib kanala abunə olmayı unutmayın uşaqlar. Sağ olun.